Bəli. Niyə sən Allah ləğv edə fikrim yayınır. Bir də Onu ləğv danışmayacaq. edə. Bir də söndürənə danışın. Narahat olmayın. Yaxşı. 828-dən 72 çıxanda uşaqlar neçə edir? 756-nı verməlidir, düzdürmü? Aralarında vuraq var. Və bunları bir dəfə də toplayanda bizə verir nəyi? 900-ü. Məxrəcdə 378-dir. 378-ə böl 1, 378-ə böl 2. 2-ni 900-ə vuranda nə verir? 1800-ü. Bu rahatdır. Hə uşaqlar? C variantı. Keçək 62-yə. A28-dən A13-ün arasındakı düstur 28 bərabərdir A13 üzərinə gəl 15 deyə. Aparıb 28-in yerinə 28, A13-ün yerinə 58, üzərinə gəl 15 de. 58 sola aparsaq -30 bərabərdir 15 deyə. Və silsilə fərqində qiyməti olur -2. Bu sual da rahat olur. -2. Keçək 63-ə. Bu hansı düsturuydu? Kosinus alfa üzərinə gəl, kosinus beta. Biz bu düsturda nə edirdik? 2 vuraq kosinus, bir də bu Alfa plus 38-dən beta bölü 2. 18-i toplayırdıq. Bəli, 2-yə bölürdü. Bu sırf düsturdur. Vuraq, bir dəfə də 38-dən 18-i çıxıb 2-yə bölürdü. Bu da bizə nə verir? 2 kosinus, topla 56, 56-ın yarısı 28 dərəcə. Vuraq, kosinus 20-ni yarıya böləndə 10 dərəcəni verir. Bu uşaqlar sırf düsturdur. 2 kosinus 28, kosinus 10. Yəni D variantı. Bu da rahatdır. Keçdik 63-ə. Uşaqlar, bu tip suallar biz oxşarlıqda işləyəndə M-lə AC paralel olanda, bax, bu bucaqlar hər zaman bərabər idi. Bura alfa atsa alfa, bura beta atsa burada betadır və burada qammadır. Buna deyirlər oxşar fiqurlar. B-nin qiyməti 8-dir. Bura 8. NC-nin qiyməti 17-dir. 8-dən 17-nin cəmi 25-i verir. Deməli, BC uzunluğu 25-dir. Aşağı AC-nin uzunluğunu verib 20, bizdən M-ni soruşur. M-ni deyəcək X. Bu qammanın qarşısına duran tərəf X-dir. Böyük üçbucaqda qammanın qarşısına duran tərəf 20-dir. Qamma bucaqlarının yarıbıq. Keçdik alfa bucağına. Alfanın qarşısına duran tərəf 8, böyük alfanın qarşısına duran tərəf BC tərəfidir. BC tərəfdə 25-dir. Bunu burada 5-ə ixtisar aparsaq 5, bunu 5-ə ixtisar aparsaq 4. X-in qiyməti 8 vur 4, 32, 32 böl 5, 6 onda 4. Burada da X-in qiyməti oldu 6 onda 4. Yəni A variantı. Keçdik 65-ə. Prizmanın düsturu nə idi? İnşallah, deyin görün mənə. Prizmanın həcmi. Həcm düsturu. Nə idi prizmanın Ve həcmi? oturacaq vurulsun şeydir də, hündürlük. Bəli. Yəni A vur B Oturacaq vursa, bura. A vur B Hündürlük. vursa. Bəli. İndi burada da konkret S oturacaq formasına verilib də. Prizmanın həcmi 120-dir. S oturacaq vuraq, hündürlükdə 8-dir. S oturacağın qiyməti nəyə bərabərdir? 128-ə böləndə bizə nəyi verir? 15-i verir. Götürüş olar, rahat götürsürdür. Bu sualın özü olsa S şeydə var. oturacağın qiyməti Elə 15. bu sualın özü toplu da var idi. Bu cür eyni şəkildə. Elə ədədlər də belə idilər. Bəli. Tamam. Keçdik 66-ya. Bu da Hasan Toş olar. Düzbucaqlığın perimetrini necə tapırdıq? Eni ilə uzunluğunu toplayırdıq. Eni 40-dır, uzunu K-dır. Eni ilə uzunu toplayıb sadəcə 2-yə vururduq. Bu rahat sualdır. Yəni C variantı. 67-də Hasan Toş olar. 67-də natural ədədlərin sayını soruşur. 17, 18, 19, 20, 21, 22. Və burada 2, 4, 6. 6 dənə natural ədəd var. N'in natural ədədlərinin sayını soruşur tab. Cavab olur 6. Keçdik 68-də. D sinifdə 24 şagird var. 24 şagird var və bu şagirdlərdən 2 növbətçi neçə müxtəlif üsulla seçmək olar? Biz bu tip suala nə işləyirdik uşaqlar? Nə hesablama apardıq? Kombinizonla. Kombinizon. Kombinizonla, bəli. 24 şagirddən 2 növbətçi neçə üsulla seçmək olur deyirsə, kombinizon 24-dən 2-dir. Bu da bizə verir 24 faktorial. Məxrəcdə fərqinin faktorialı 22 faktorial, vuraq 2 faktorial. 24 nə demək? 24 vuraq, 23 vuraq, 22 faktoriala saxlayırıq. Böldük 22 faktorial, vuraq 2 faktoriala. Nəsə, bu 22 faktoriallar getdi. 2 faktorial onsuz da 2-dir. 2-yə böl 1, 2-yə böl 12. 23-ü də 12-yə vuranda bizə verir 230, 46, 276. 276 da C variantı. Mən Niyaz, sən nəyə fikir verirsən?
Ola bilsin ki səndə verilən sual kombinizonla yox, permütasiya ilə verilə bilər. Məsələn, necə verilə bilər? İki növbətçinin, məsələn, sualı belə verə bilər də. 24 dənə şagird var. Bu şagirdlərdən birinin növbətçi, ikincinin onun köməkçisi olması ehtimal deyən artıq permütasiyanı istəyəsən. Başa düşdün? Orada səndən şərt tələb edir, müəyyən bir ardıcıllıq var. Bildin mi Nihat? Məsələn, Ben desək başa ki, düştüm. 24 dənə şagird var, biri növbətçi olmalıdır, ikincisi onun köməkçisi olmalıdır. Ola bilsin səndə kombinizonu formada verə bilər. Yəni bu tip sualı. Onda artıq permütasiyanı istəyirsən. Keçdik 69-a. 69-da nə deyir? Əvvəl aşağılar 45, 4,5 ya da 45 böl 10. Gəlin birinci bunu hesablayaq. 1,3-2, 3-də 5-dir. 2 10-5-də olduğu kimi qalsın. 3-ə böl 1, 3-ə böl 15. 5-ə böl 1, 5-ə böl 2. 15-i 2-yə böləndə 7,5-i verir. 7,5 ilə 2,5-in cəmi də 10-dur. İndi bu hesablamanı tapdıq 10-dur. İndi cümləyə baxaq. 40% bu kəsir olan, yəni 40% bu kəsirin ifadənin qiymətinə bərabər olan. Yəni 40% 10 olan ədədi tap deyirsə, bir ədədin 40% 10 imişsə, deməli həmin ədədin 100% nə olur? X. Çarpaq şəklinə vurub hesablasaq, 1000 bölək 40, bu da bizə verəcək 25. Cavab oldu 25, Y variantı. Şu an 70'ə baxaq. Eyni deməli, qövsə söykənən daxilə çəkilən bucaqlar nə idi? Bərabər. Bu 40 dərəcə, daxilə çəkilən bucaq 40 dərəcədirsə, onun qarşısındakı qövs neçə dərəcə olur? 80. Yenə 80-in daxilə çəkilən bu bucaq yenə 40-dır. Buna deyirlər, eyni qövsə söykənən daxilə çəkilən bucaqlar bərabərdir. Yəni 40 dərəcə. Bu da asandır. Sinus 60 dərəcənin qiyməti kökdə 3 bölü 2-dir. Kosinus 30 dərəcənin qiyməti bu da kökdə 3 bölü 2-dir. Eyni ədədləri bir-birindən çıxanda nəyi verir? 0 verir. Yəni bu sualda cavab oldu 0. Yəni bu sınaqda uşaqlar 18-ə qədər demək olar ki, rahatdır. 18-ə qədər. Deməli 71-i dedik, 72-yə baxaq. Burada uşaqlar qüvvətlərin qüvvəti olanda qüvvətlər bir-birinə nə edirdik? Vururduq mu? Vururdu. Kökdə 2-ni kökdə 2-yə vur, kökdə 4 buradan 2 çıxır. 2-nin kvadratda nəyi verir? 4'ü verir. B variantı. Baxdıq 73-ə. Biz nə demişdik uşaqlar? Elə eləməliyik ki, x-in qabağı nə olmasın? Mənfi olmasın. Çünki x-in qabağı mənfi olanda bərabərliyin işarəsi nə edirdi? Dəyişirdi. 8 sola apar, mənfi 8. Mənfi 2x sağa apar, müsbət 2x. Hər tərəfli 2-yə bölsək, mənfi 4, 2-yə böl x. Deməli, x-in qiyməti mənfi 4-dən böyük bərabərsə, x-in ən kiçik qiyməti neçə uşaqlar? Elə mənfi 4. Sonra 74-ə baxaq. Deyir, konusun doğranı 10 kökdə 3-dür. Gəlin bir dənə konus çəkək. Deməli, konusun bu doğranı, yəni bu hissəsi 10 kökdə 3-dür. Və təpədən bir hündürü çəkdik. Deyir, deməli, doğranı 10 kökdə 3-ə bərabər olub, oturacaq müstəvisi ilə 30 dərəcəyə bucaq əmələ gətirib. Yəni, bu doğran oturacaq müstəvisi ilə 30 dərəcə bucaq əmələ gətiribsə, 30, 90, burada olur 60 dərəcə. 30'un qarşısında duran kadeti petonuzun nəyinə bərabərdir? Yarısıdır mı? 10 kökdə 3'ün yarısı neçədir? 5 kökdə 3. Bəs 60'ın qarşısında duran katet nədir? Biz dedik ki, 30'un qarşısında duran katet nədirsə, həmin kateti kökdə 3'ə vursaq, yəni 5 kökdə 3 kökdə 3'ə vursaq nəyə verir? 5 vuraq 3, 15. Deməli, 60'ın qarşısında duran katet 15'dir. Bizdən soruşur ki, konusun oturacağının radiusu da. Deməli, bu sualın cavabı da oldu 15. Baxdıq 75'ə, 75'ə. Nihat, biz bu tip suallar necə yazırdıq? Topulda da var idi, sınavda da var idi. Parsalıyorduk da. 2 üstü x vurdu. Arıyorduk. 2 üstü x vuraq 2'nin kubu. 2 üstü 3. 6 vuraq 2'nin üstü x. Sonra 3 üstü x üzərine gəl, biri belə yazırdıq. 3 üstü x vuraq 3 üstü 1, çıxaq 3 üstü x. Gəl bu iki ifadədən 2 üstü x-i mötədə xaricə çıxardıq. Qalır 2'nin kubu 8, çıx 6. Sağdan 3x-i mötədə xaricə çıxarsaq, mötədən içində qaldı 3'ün üstü 1, yəni 3, çıx 1. Qaldı burada nə? 2 üstü x vuraq 2, 3 üstü x, 3'dən 1 çıxanda yenə bizə 2'ni verir. Bu 2'lər gedir.
Demək olar, bax belə bir ifadə əmələ gəlir. 2-nin üstü x, gt 3-ün üstü x-dan. Hər tərəfli 2-nin üstü x-a da bölə bilərsən, 3-ün üstü x-a da bölə bilərsən. Fərqi yoxdur. Deməli, hər tərəfli məsələn 3 üstü x-a bölsək, bunu da 3 üstü x-a böl, bunu da 3 üstü x-a böl. Bu ifadə bizə nə verəcək? Bax, bu ifadənin özü uşaqlar, bu ifadənin özü nə deməkdir? Bunu biz belə yaza bilərik də, 3-də 2-nin üstünə x kiçikdir. Eyni ifadəni bir-birinə böləni bizə verir 1-i. Uşaqlar, biz 1-i 3-də 2 formasında necə yazmaq olar? Biz 1-i həmişə necə yazırdıq? 3-də 2-nin üstünə nə yazsaq bizə 1 verər? Biz Mənfi. demişdik ki, 3-də 2-nin üstü 0, istənilən ədədin üstü 0 nəyə bərabərdir? 1-ə. Deməli, elə 1-in yerinə nə yazırıq? 3-də 2-nin üstü 0. Yenə bizə 1-i verir. Biz bunu uşaqlar niyə bu formada yazırıq? Bu formada yazırıq ki, əsasları eyni olsun, üstləri fərqli olsun ki, biz onu bərabərsizlik formasında göstərə bilək. İndi baxın, əsasları hər ikisində 3-də 2-dir. 3-də 2 necə rəfdir uşaqlar? 2-ni 3-ə böləndə nəyi verir? 0,66-nı. Biz demişdik ki, əsasları kəsr ədəd olanda bərabərsizlik işarəsi nə edirdi? Dəyişirdi. X 0-dan kiçik yox, X 0-dan nə olur? Böyük olur. X-in qiyməti 0-dan böyüksə, X-in kiçik qiyməti nəyə bərabərdir? 1-ə. Bu sualın cavabı oldu 1. Baxdıq 76-ya. Məhəmməd, sən bu sual deyirdin. Bəli, bu səhv idi məndən. Tamam. Məhəmməd, bax, gəl birinci cümlə girək və cümlə mənasını başa düşək. Deyir, AB 2 rəqəmli ədədləri üçün, deməli, AB 2 rəqəmli ədəddir. Bax, bu hissəni bildik. Deyir, kök altında AB natural ədədlər olarsa, kökdə AB-nin yerinə biz hansı ədədləri yazsaq, burada natural ədəd çıxar. 16, 25, 36, 44.